Bakın görün bu Nemət Panahovdur. Nemət Panahovu da hamı bilir. Yani oturun, durun, yadınızdadır da 90-cı ildə. Bu adam görün ne danışır. Bu hərdən bir düzdür, özünü patriot kimi göstərir. Bilmirəm nəyə qulluq edir. Bu da bizim Space-in aparıcısıdır. Bax bilən ki bu insanlar hərdən bir bilmirəm danışırlar. Haqdan danışır, dövlətin xeyrinə danışır, millət. Amma bilən ki bir indi görün nə deyir bu. Deməli, Nemət Panahov deyir ki, ermənilərdə günah yoxdur qardaş. Bilmirəm, bu erməni ümumiyyətlə görüb. Ola bilər görüb, bəlkə də 20 ildir dostluq edib, kebab yeyib ondan. Amma o bilmir hain xasiyyətini. Hain xasiyyətini, o xarakteri bilir. Hain o qaydasını, hain o özünü aparmağını xəbəri var, onun poligeniyası var, onun tərbiyəsidir, onun daxilində nə yaşayır onu bilir. Bilmir, o bilsə deməzdi axır ki. Deyir ki, ermənilər yazıqlarda günah yox deyir, bunları istifadə edirlər. Ruslar deyir, istifadə edir onları bizə qarşı. Onlar deyir, bizlə yaxşı yaşayıblar. Həmişə dost olmuşuq. Deməli, Ruslar istifadə edir. Ruslar bilsin niyə istifadə edir. Birinci, haylar olanda Rusların 300 illik tarixi var. Pyotrun vaxtından da, yəni dövlət qurulub. Onda Pyotr istifadə elədi. Gördü ki, haylar Türklə əlləşir. Damarını tutdu və başladı istifadə etmək. Amma əslində haylar istifadə edir. Bütün dünyanı Türkiye karşı. Başa düşdünüz? Yox, siz nə başa düşdünüz? Bugün onların sülhü olacaq da, sülhə istəyir qol çəkər. Əgər qoysalar, bilməm, Ruslar qoyacaq, qoymayacaq, hələ ondan tez nə baş verə bilər. Sülh də olsa, onların sülhü gələcəyin davasıdır. Yəni o, nispravimə nasiya, mən demişəm. Bu deməli, qardaş, deyir ki, Nemət deyir ki, Ruslar istifadə edir. Erməniləri günahsız. Deməli, 1500-cü ildə bunlar 1600-dən 1400-də haylar olublar. Türklərə həmişə zərər vurublar. Həmişə türklərə zərər vurublar. Onda heç Ruslar yox idi. Yəni bu Nemət bunu bilmirəm, bilir, bilmir, yəni bunu belə deyir. Sonra deyir ki, yox, bu ermənilərlə düz gəlməyəcək, bizim dostluğumuz tutmayacaq. Gah belə deyil, gah elə deyil. Nəyəsə, yəni Nemətin bu sözündən çıxdı ki, qardaş, erməni xalqı ilə gələ axır yox, biz dost olaq da. Yəni bunun bu formada, indi bilmirəm nə qədər düzdür. Nə oyunu oynayır, nə deyir. Ancaq ki, Erməniyə deyir ki, erməninin günahı yoxdur. Qardaş, deməli, Rus deyib ki, erməniyə get uşağın dərisini soyginə. Rus erməniyə deyir ki, 5 yaşından uşağı öyrətginə ki, böyüyəndə türklərin başını kəsəsən. Rus bu, onların o, deməli, siyahı var belə. Ki, onlar hər bir erməni öz ömründə bir dənə türk başı kəsməlidir. Bax, bu qədər. Yəni, onları bilmirəm, bu bilir, bilmir. Nemət Panahov. İndi bizim bu Space-in aparıcısı o günü danışır, deməli, Türk xalqlarından, nə bilim, Turandan danışır. Deməli, bu adam bilmir ki, Özbək bizim türkdür, yəni bizim millətdir də. Özbəkistan bizim torpağımızdır. Azərbaycan da Özbəkistan torpağıdır. Yəni bu Turan torpağı birdir də qardaş. Özbəkistan deyir ki,
Mən özbəkləri deməli, nəyə görə sevirəm? Gör nə deyim. Mən özbək sevirəm ki, biz axır oradan gəlmişik. Ay kişi, bunu Space-in aparıcısı, bax bu uşaq, bu uşağı qoyubsuz orada. 15 ildir orada işləyir, neynir, kimin adamıdır? Bu adam bütün dünya qarşısında, dünya baxır, ermənisi o da bu da. Hamısını deyəcək ki, bu gör özləri deyir. Ay aparıcı, bilmirəm adın nədir, adını da istəmirəm. Sənə kim icazə verib ki, deyəsən ki, biz axı Özbəkistandan gəlmişik, hara gəlmişik? Özbəkistandan gəlmək nədir? Köpoğlu, sən deyirsən, ona görə belə adamlar əmələ gəlir də. Bax, belə satqınlar gəlir. Belə əmələ gələcək də, sən deyəndən sonra biz Asiyadan gəlmişik, Özbəkistandan gəlmişik Azərbaycan. Bu deyəcək ki, görürsünüz, aparıcı deyir, öz Azərbaycanlısı deyir ki, bunlar Asiyadan gəlibdir. Bax, bu yetim də istifadə edir də. Yetim də deyir ki, deyir, Özbək hardan gəlmişik? Nədir? Biz hardan gəlmişik? Biz bütün hər yandayıq. Türkü Tanrı hər yanda yaradıb. Ay bədbəxt. Biz deyir Özbəkistandan hara gəlmişik? Qafqazdan gedib hamı. Skandinavlar deyir, biz Azərbaycan türkləriyik. Qafqazdan getmişik Skandinavya. Yaranıbdı Skandinaviya. 700 minlik tarixi olanın Qafqazda Azərbaycan türkü ki, Türk-Azərbaycan türkündən gedib sivilizasiya bütün hər yana, dünyaya. Bu deyir ki, biz Özbəkistandan gəlmişik burada, ona görə sevirəm. Dəlisən, nəsən, başınız xarabdır, sizin nəyinə də gələsiniz. Əlbəttə, baxın, görün, belənki adamlar, bu da sənin bizim bu tacikimiz, tacik xanımıdır, deməli, deyir ki, bu Tacikistan xanımı, bu deyir ki, Turan Tacik sözüdür. Qardaş, bu bütün Ruslar bunlara necə nağıl yazıb? Bax, bütün belənki adamlar ki, Ruslar Dağıstanlılara, bütün Qafqaz xalqlarına nağıl yazıblar Türkiyə qarşı. Bu da nağılı oxuyub, heç bilmir Tacik nə millətidir, nədir, özünü Farsa, o Farslar yoxdur, Kirra yoxdur. Kirranın Makedonski məhfili, bunlar elə bilirlər ki, o Farslar. Bu qaraçılar hansı ki, uşaqları 15 yaşında, ay qız, eşidirsən, Tacik xanım. Bu sənin o Fars dediyin millət, hansı ki Fars deyil, qondarma. 15 yaşında, 16 yaşında qız uşağını zorlayır, sonra asır. Verir əskərlər 150 nəfər zorlayır, sonra asırlar, edam edirlər. Siz o milləti dəstəyirsiniz, siz də o millətin, biz o millətə, o millətin dilində danışıq. Danışsın, danış, o deməkdir ki, sən o millətin nümayəndəsisən. Onlar hamısı oğruyub da o dili, o öyrədiblər. Necə ermənilər dil oğruyub, necə Rusların dilində bütün başqa dildir, qarışıq dillər. Fələstinlər, hansı ki, ərəblər sevmirlər. Fələstin niyə sevir? Deyir, ərəb deyil o. Sadəcə indi ərəbləşiblər, indi yalandan bir şeylə, amma Vatikan yaradıb. Onları da, Farsları da Avropalılar. Bax, bu xanım deyir ki, Turan Tacik sözüdür. Bunlar ki, belənki danışırlar, Tacik özünü nə bir millət bilir. Ay kişi, sənin millətiyə heç kəs, yəni etirazım yoxdur, pis mənada. Ancaq sən Türklə niyə əlləşirsən? Türk olmasa sənin orada tapdaq altında qalacaqsan, ay Tacik. Bilirsən, əgər Türk yanından getsə, bu başa düşmürlər. Türkün sayəsində yaşayırsınız. Turan yukarıda niyə bul deyir? Turkum. Gör nə danışır. İndi bu ona görə bunlar hamısı sənə. Nəysə, bax belə. Hamısı bax bunlar Rusların adamlarıdır ki, hazırlayırlar bunları. Ona görə deyirəm ki, şükür eləyin ki, Türk var. Ay Taciklər, ay Qafqazlılar. Bu da belə. Bunlar yəni o qədər çoxdular, bilmirəm hansından da indi bir çatdırsam